Milli qəhrəman Mübariz İbrahimovun hünərindən ruhlanan Hilal, torpaqlarımızın azadlığı üçün döyüşəcəyi günü səbirsizliklə gözləyirdi. Vətən müharibəsinin başlandığı ilk günlərdə cəbhəyə yollanan Hilal, Füzuli və Cəbrayıl istiqamətində döyüş tapşırıqlarında iştirak etdi. O, qorxmadan düşmən üzərinə yeridi. Son döyüşündə yaralı yoldaşlarına mərmi daşıyarkən qəfil minaatan mərmisi önünə düşdü. Yaralanaraq şəhadətə qovuşdu. Əşyaları arasından tapılmış vərəqdə yazılan cümlədə ailəsindən halallıq istəyirdi. Hilal son nəfəsində belə vətənə və ailəsinə sədaqətli idi. Ruhun şad olsun Hilal, sən torpağın yox, millətin qüruruna çevrildin. Hilal İmanzadənin igidlik dolu hekayəsi Aydan Ələkbərovanın təqdimatında.